Əsəb əhvalınızı yox, bütün bədəninizi pozur. Davamlı əsəb və stress təzyiqi qaldırır, ürəyi yükləyir, yuxuya getməni çətinləşdirir. Mədə və bağırsağın işin pozaraq yarana biləcək mədə-bağırsaq xəstəliklərinə zəmin yaradır. Biz əsəbləşdiyimiz zaman orqanizmimiz təhlükə var rejiminə keçirir və ürəyimiz tez-tez döyünməyə başlayır. Beynimiz gərginlikdə işləmək məcburiyyətində qalır. Bir də ayılırıq ki, biz artıq depressiyadayıq, özümüzə qapanmışıq. Düşünün də bir neçə dəqiqəlik əsəb bizi günlərlə, bəzən həftələrlə depressiyada saxlayaraq sağlamlığımıza zərər vurur. Bu cür hallarda mənim sizə tövsiyəm Calmante kapsuldur. Çünki Calmante kapsul dərman vasitəsi deyil, bitki tərkibli qida əlavəsidir və qəbul edildiyi zaman mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıraraq əsəbi, gərginliyi, stresi azaldır, yuxuya getməni asanlaşdırır. Narahatlıq hiss etdiyiniz zaman, əsəb və gərgin olduğunuz anlarda rahatlıqla Calmante kapsuldan istifadə eləyə bilərsiniz. Çünki sizin ən tez köməyinizə çatan vasitələrdən biridir. Ölkənin bütün apteklərində var, olmasa da əczaçılarımızdan xahiş edeyim, sifariş edib Calmante kapsulu gətirsinlər. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürək zəhmət olmasa qızardın və profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczacınız Balaoğlanla hər zaman sağlam qalasınız.